Hər birinizə salam dəyərli izləyicilər. Əriy Tədris Mərkəzinin 5 aprel tarixində keçirilmiş olduğu ümumi sınaq 1 imtahanının informatika fənninin suallarının izahlarına baxırıq. Gəlin başlayaq elə ilk sualımızdan. 61-ci sual modelləşdirmə mövzusuna aid olan mətnin məntiqi təhlil sualıdır. Yəni mətn informasiya modelinin cədvəl informasiya modeli ilə həlli. Bunun üçün bir cədvəl çəkəcəm. Ona görə atdım indidən Word-dakı yerim olsun. Gəlirəm, nə edirəm? Deməli, Elsəvər, Səxavət, Cavid və Davud BMW, Mercedes, Audi və Toyota markalı avtomobilləri magistral yolda hərəkət edirlər. Əla. Neçə nəfərdir? 4 nəfərdir, 4 dənə də avtomobildir. 5-in 5-ə bir dənə cədvəl çəkirəm. 4-ün 4-ə əlaqə saxlayacaq. Elsəvər, Səxavət, Cavid, Davud, BMW, Mercedes, Audi, Audi yazaq. Bir də Toyota. Deməli, gəlin baxaq indi. Nə deyir? Deyir, Elsəvər və Audi sürən şəxs, Elsəvər və Audi sürən şəxsi ayırdı. Əla, mən də ayırdım. Yolda 120 km/saat sürətlə gedirlər. Elsəvər də 120 ilə gedir, Audi sürən də 120 ilə gedir. Əla. Səxavət və BMW sürən şəxsi ayırdı. Fikir verin indi. Nədir? Yolda 90 km/saat sürətlə 90 ilə hərəkət eləyirlərsə, Səxavətlə BMW sürən. Deməli, Elsəvər BMW sürənməz. Çünki Elsəvər 120 ilə BMW sürən 90 ilə gedir. Səxavət də Audi sürənməz. Eyni prinsipə görə Səxavət 90 ilə gedir, Audi sürən 120 ilə. BMW markalı avtomobil Mercedes markalı avtomobildən daha sonra istehsal olunub. Yəni belə deyə bilərik ki, BMW markalı avtomobil daha yenidir. Yəni BMW Mercedes'dən daha yenidir hal-hazırda. Bu formada özüm üçün işarə eləyirəm. Sonra Cavidin idarə etdiyi avtomobil Mercedes markalı avtomobildən daha əvvəl istehsal edilib. Daha əvvəl istehsal edilibsə daha köhnədir. Ona görə buraya yazıram Cavid. Belə çıxır, Cavid Mercedes və BMW sürmür. O da qeyd edirəm burada özüm üçün. Avtomatik kim çıxdı? BMW sürən Davud çıxdı. Bunlara minusumu qoydum. Sonra kim çıxdı? Cavid deməli Audi sürür. Əla, buralara minusumu qoyuram. Davam edirəm indi. Kimləri tapdıq? BMW sürən Davuddur. Bu Davuddur. Bir də Audi sürən şəxs Caviddir. Cavid də Audi. İndi baxın, Cavidin bunu qeyd elədik. David və Səxavətin idarə etdiyi avtomobillər 2004-cü ildə istehsal edilib. Deməli, Səxavətdə bunlarla eyni yerdədir. Səxavət. Onda belə çıxır ki, Səxavət Mercedes idarə eləmir də. BMW ilə eyni ildə istehsal olunubsa bunun idarə elədiyi avtomobil. Səxavət BMW də sürmədi, Mercedes də sürmədi, avtomatik Səxavət Toyota sürdü. Hansı səbəbdən? Çünki burada deyir ki, Davud və Səxavətin idarə etdiyi avtomobillər 2004-cü ildə idarə olunub. Davud da BMW sürür, BMW də Mercedesdən daha yenidir. Deməli, Səxavətinki də daha yenidir. Səxavətdə Mercedes idarə eləmir. Avtomobil Səxavətə Toyota düşdü. Bura minusumu qoyanda Mercedes düşdü Elsəvərə. Gəlin baxaq indi. Verilən məlumatlara əsasən doğru münasibəni müəyyən edin. Baxaq. Davudun idarə etdiyi avtomobil Cavidin idarə etdiyi avtomobildən daha köhnə yox. Bizdən doğrunu soruşur da düzdür. Mercedes markalı avtomobili idarə edən şəxs Elsəvər deyil. Mercedes'i idarə edən Elsəvərdir. Audi markalı avtomobil Səxavətin idarə etdiyi avtomobildən yox, bu da səhvdir. Cavid yolda 120 ilə gedir. Cavid yolda 120 ilə getmir deyilmiş. Daha doğrusu getmir, amma gedir. Nədir? Toyota markalı avtomobili idarə edən şəxs Səxavətdir? Bəli. Cavabım oldu Y variantı bizim birinci sualımızda. Qayıtdım, burada da birinci sualda Y variantını işarə elədim. Keçdik ikinci sualımıza. Nədir? Proqramın nəticəsini müəyyən edin. 2 dənə funksiyadır. Ayırdım. B funksiyasının içinə 5 ilə 12 yollayır. 5. Bu da 12. I dəyişir nə? 5-11 parçasında. 5-11 parçasındakı ədədləri A funksiyasının içinə yollayır, qayıdan nəticə S-yə əlavə edir. Bu funksiyadan bu ədədlərin geriyə nə qayıdacaq?
Fikir verək bir dənə. 8-dən böyük hallarında n-1 qayıdır. 8-dən kiçiklərsin n+2 qayıdır. Yəni 5 üçün 7 qayıdacaq. Yəni 5 + 2 7. Sonra 6 üçün yenə 8 qayıdacaq. 7 üçün 9 qayıdacaq. 8-in özü bu şərti ödəmir deyə bura girir 10 qayıdır 8 üçün. 9, 10 və 11 ədədləri üçün bu şərt if ödənir deyə geriyə bunlardan bir vahid əskilir. Yəni 9 üçün 8, 10 üçün 9, 11 üçün 10 ədədləri qayıdacaq. İndi neçədir? 10, 10, 20, 9, 9, 18, 38, bu da 8, bizi üçün elədi neçə? 46, bu da 8, elədi 54, bu da 7, bizi üçün eləyəcək bu 61, yəni C variantı ikinci sualımızda. Daha doğrusu 62-ci sualımızda. Keçdim sonra 63-cü sualımıza. HTML kod fraqmentindəki teqlərə görə alınacaq cədvəl haqqında doğru fikirləri müəyyən edin. Üçüncü sətrin birinci xanası kursiv şriftlə yazılıb. Üçüncü sətr budur, üçüncü teri. Birinci xanası kursivləndir, yox. İkinci sətirdə olan bütün mətnlər qalınla yazılıb. İkinci sətirdəki bütün mətnlər qalınla yazılıb. Bəli, bold da qalındır, strong da qalındır. İkinci sətrin ikinci xanası kursiv şriftlə yazılıb. İkinci sətrin ikinci xanası kursiv görmürəm burada mən. Atdım. Cədvəl 2 sütun 3 sətirdən ibarətdir. 2 sütundur, 2 dənə TH və ya 2 TD görürəm bir sətirdə, yəni bir sətirdə 2 xana var. Ümumi 3 dənə TR varsa 3 sətirdir, düzdür 4. Birinci sətrin ikinci xanası kursivləndir. Birinci sətrin ikinci xanası kursivdir, underline'dır. 5-də getdi. Cavab oldu 2, 4, yəni D variantı. Keçdim 64-cü sualımıza. 1, 4, 8, 9-luq ədədinin 16-lıq say sistemindəki yazılışını müəyyən edin. Bunu tez bacar keçirəm mən 10-luq say sisteminə. 0, 1, 2 yazıram. 1 vurulsun 9, 2, yəni 81. Plus 4 vurulsun 9 plus 8. Deməli nə oldu? 81 plus 4 vur 9 bizi üçün eləyəcək 36. Onun da üstünə 8 gələcək. Neçə edir? Deməli 125. Görək nəsə xəta eləmədik. Yox. Aha. İndi baxın, bizdən bunu 16-lıq say sisteminə keçməyimi istəyirsə 10-luq say sistemindədir. Nə edərəm? 16-ın qüvvətləri şəklində göstərirəm. 125-in içində də bariz görsənir ki, 16-ın ən böyük qiyməti ilə 16 üstü 1 var. Çünki 16 üstü 2 256 olur. İndi 125-in içində 16-ın ən böyük qüvvəti, yəni 16 üstü 1-dən nə qədər var? Bunu tapmalıyıq. 125-i də 16-ya böləndə 7 tam neçə eləyir? 7 dənə 16, çünki 112-də, düzdür? Əla. Deməli 112-dən getdi. 125-dən çıxardıram 112-ni. Burada qalır 13. 13 dənə 16 üstü 0 var deməli bunun içində. İndi bax, bunun 16-lıq say sistemindəki yazılışı nə olacaq? 7. 13 nədir 16-lıq say sistemində? D-dir də. 7D, yəni cavabım oldu A variantı 64-cü sualımızda. Yadımızda salaq, 16-lıq say sistemində A 10 idi, B 11, C 12, 13D, 14Y, 15-də F olacaq. Keçdik 65. Qraf 1-in qonşuluq matrisindəki sıfırların sayını, qraf 2-in qonşuluq matrisindəki sıfırların sayını müəyyən edin. EA. Bu EA-dan sonra mənə tanış gəlir. Deməli, qraf 1-in qonşuluq matrisindəki sıfırları gəlin tapaq. Ümumi neçə dənə təpə var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 dənə təpə var. Deməli, bunun qonşuluq matrisində 11-in kvadratı, yəni 121 dənə xana var. Bu 121 dənə xananın 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 vurulsun 2 dənəsi 1-dir. 10 vurulsun 2 dənəsi 1-dir. 20 çıxanda 101 dənəsi də onda deməli 0-dır. Burada sıfırların sayı 101-dir. Qraf 1-dir. Qraf 2-də görək nə qədərdir? Deməli, burada yenə təpə sayı dəyişməyib. 121-dən çıxacaq. Til sayı amma 2 vahid artıq. Bu səfər 12 vurulsun 2-ni çıxacaq. Deməli 121-dən çıxacaq. 12 vur 2, yəni 24-dür. Bu da eləyəcək neçə? 97. 97. Ümumi bunların cəmini istəyirdi məndən. Eləyəcək 198, yəni cavabım olacaq. Bu neçənci sual idi? 65-ci sual üçün Y variantı. Keçdim 66. HTML kod fraqmentinə əsasən doğru fikirlərin sayını müəyyən edin.
Bir dənə rekordu yoxlayım. Problemsiz davam edir. Aha. Deməli, doğru fikirlərin sayını müəyyən eləməyimizi istəyir. Baxa birinci. Nömrələnmiş siyahıda array ifadəsi istinad göstəricisi olaraq istifadə edilir. Nömrələnmiş siyahı OLED. OLED-də array ifadəsi istinad göstəricisi deyil, array qrafik faylı istinad göstəricisidir. Bu yanlış fikirdir. Nişanlanmış siyahı 2 elementdən ibarətdir. Nişanlanmış UL-dir. UL də 2 elementdən ibarət deyil. Onsuz heç bir 2 elementdən ibarət deyil. Nömrələnmiş siyahıda qlobal şəbəkədə olan veb sayta qrafik təsvir vasitəsilə istinad edilir. Bəli. Qlobal şəbəkədə olan elsevier.com-a array JPG qrafik faylı vasitəsilə istinad olunur. Bu doğru fikirdir. Sonra nömrələnmiş siyahı 2 elementdən ibarətdir. Ümumiyyətlə heç biri dedik ki 2 element. Bir dəqiqə. Bu elə ki bu arada burada fikir dedik, o yanlışdır. O elə 2 elementdən ibarətdir. 2 dənə o list var. Yəni list item 2 dənə elementi var. Bu bayaq diqqət eləmədim. Bəli, nömrələnmiş siyahı 2 elementdən ibarətdir. Bu doğru fikirdir. Nişanlanmış siyahıda qlobal şəbəkədə olmayan audio fayla, nişanlanmış siyahıda ümumiyyətlə qlobal şəbəkədə olmayan audio fayla array ifadəsi vasitəsilə. Audio fayla burada müraciət görmürük. Bu da deməli ki, yanlış fikirdir. 2 dənə fikrim oldu doğru. 3 və 4 cavabım olacaq B variantı. Yəni 2 dənə fikir 66-cı sualda. Keçdim 67-ci suala. Elektron cədvəl fraqmenti verilmişdir. C2 xanasına hansı qiymət C2-yə tez gəlib bir dənə x deyirəm. A3 xanasına yazılmış düstur B3 C3 xanalarına köçürüldükdən sonra A3 C3 diapazonuna əsasən qurulmuş diaqram şəkildəki kimi olsun. Bu düsturu köçürəcəm bura. Bunu bura çevirəndə nə olur? Olur B1 C də olur D2. Aha. Sam da yerində də yenə. Bura köçürəndə yenə sam yerində qalmaqla B1 olur C1, D2 olur Y2. B3 və C3. Köçürdüm. İndi baxın, gəlin bunun qiymətini hesablayaq. A1 plus C2. A1-dən C2-yə kimi olan ədədlərin cəmi. Bunlar da neçədir? 11, 9. Bu elədi 20. Üstünə gəldim 26 elədi 46. Üstünə gəldim 12 elədi 58. Üstünə gəldim 17 elədi 75. Bir dənə də x var, oldu 75 plus x. Bura oldu 75 plus x. Əla. İndi B1 D2-yi hesablayaq. Yəni buradan bura kimi. Buradan bura kimi. Yenə 26 plus 12. Bu eləyəcək 38. Bunun üstünə yenə gələcəm 17-ni. Bu eləyəcək neçə? 55. Bir dənə 12 gələcəm üstünə eləyəcək 67. 68 də gələcəm üstünə, demə 68 gəlir 135. 135 bir dənə də x var idi, oldu 135 plus x. Bu belə. Qaldı bir dənə bizdə S1-dən Y2-yə kimi, yəni buradan bura kimi. O da hesablayaq. Yenə 17 ilə 12-yi cəmləyəcəm, olacaq 29. 29-un üstünə gələndə 68-i gəlsəm eləyəcək 97. Üstünə də bir dənə 8 10-u, yəni 18-i gəlsəm eləyəcək 115. Burada oldu 115 plus x. Bu ümid edirəm 135 idi. Diqqət eləmədim ona. 135 mi aldıq bayaq? Ümid edirəm ki 135. İndi baxın. Bura 75 plus x-dir. Bura 135 plus x-dir. Bura 115 plus x-dir. Hardan bildim? Çünki bu diapazonu seçib bu diaqramı qurubsa, tən ortadan başlamaqla sadə əqrəb istiqamətində ardıcıllıqla birinci hissə birinci xana, ikinci xana ikinci hissə, üçüncü xanada üçüncü hissə olacaq. İndi bax, 25% 75 plus x-dir, düzdür. Baxın, bunu rahat necə yaza bilərik? 25-i 5-ə bölsəm, 25-i 5-ə bölsəm, bunun 25%-i. Bunun 5%'ını tapmış olacağım. Orada sonra 8'e vursam onda 40%'ını tapmış olacağım. Onda bu 75 plus x'i 5'e bölüb 8'e vursam, bərabər olmalıdır 135 plus x-a. 135 plus x-a. Ümid edirəm 135-sən sən burada diqqət eləmədim. Deməli bu da eləmək üçün necə edirəm? Heç nə 75-i vururam 8-ə, yuxarı vuraq. Vuraq. 75-i vuraq 8-ə, bu eləyəcək 600.
600 plus x 8x bərabərdir 135-i də vuracam 5-ə. Olacaq neçə bu 675 eləyir. Bir dəqiqə. 675 135 bu 135 4 onda. Bu 135 4. Bir dənə bu hissələri təzədən hesablamalı olacağam. Sürətli şəkildə hesablayaq. 26 deməli 12 17 sonra 10 bir dənə də 12 var. Bir də 68 vardı. 135 eləyir. Ha düz yazmışam. 135 bir dəqiqə. Diqqətli olaq. Harasa. Bir dəqiqə, nəyə diqqət eləmədik? Deməli, bunu 5-ə bölürəm, 5%-ni tapıram, sonra 8-ə vururam, tapmış olam 40%-ni, bərabər eləyim 135 plus x-ə. Olur nə? Hə, düz, heç bir problemi yoxdur. Aha, bundan əmin olduq. İndi 135-i vurdum neçəyə? 5-ə vurdum, elədi 675. 675, 5 də x-ə vurulur, plus 5x. Aha, 5x-i keçirdirəm bu yana, 3x bərabərdir 675-dən 600 çıxıram, qalır 75. 75-i də bölürəm neçəyə? 3-ə, o da eləyir 25. X-i tapıram 25, yəni ki, Y variantı. Yəni ki, Y variantı 67-ci sualımızda. Keçdim 68-ə. Y5 xanasındakı bu düsturu C2D5, C2D5, ABCD, direkt CD gəlir. 2, 3, 4, 5. Bu xanalardan hansına köçürmək olar? Bunu soruşur bizdən. İndi baxın. Y'dən düstura fikir verin. Düsturda burada B var, hə? Bu B. Bir sadəcə bunun ixtiyarı çatır ki, bir sütun dala gedib A olsun. Da 2 sütun dala gedə bilməz. İndi əlifba ardıcılığımız necədir? A, B, C, D, Y. Düzdür? Bu Y-dən mən onda ixtiyarım çatır ki, düsturu bir dənə D-yə köçürüm. C-yə ümumiyyətlə köçürənmərəm C xanalarına. Niyə? Çünki köçürsəm 2 sütun dala getmiş olacaq. 2 sütun da dala gedə bilmir. Sətr olaraq, yəni bu dollar var deyə bunlara baxmıram. Bu maraqlı deyil. Sətr olaraq da maksimum 2 vahid azala bilər. Əla. Y5-dədir, Y5-dədir. Düzdür? Düstur burdadır. Buradan neçəyə kimi azala bilər? Maksimum dedik 2 vahid. Y5-dən keçə bilər. Deməli, Y5-dən keçə bilər D5-ə, D4-ə, bir də D3-ə. Niyə D2-yə keçəmir? D2-yə keçməsi üçün gərək 3 vahid azala. Burada da ki, bu 3 vahid azalsa 0 olacaq. A0 adlı bir xana var, yox. Cavabım olacaq 68-ci sualda B variantı. 69. Gəlin baxaq. Proqram icrası zamanı klaviaturadan 5, 4, 6, 7 ədəd daxil edilərsə çap ediləcək nəticəni müəyyən edin. Deməli baxaq, nə iş görür? Hər dəfə T-ni bir vahid artırır. Düzdür? T nədir? Bir dənə baxım istifadə. T ədədin rəqəmlərin sayıdır. Rahat baxan kimi bunu görə bilirəm. Niyə? Ədəd sıfırdan böyük olduğu müddətcə rəqəmin silirsə hər dəfə. Bu rəqəmlərin sayı T onda sonunda 4 olmuş olacaq. Bunu tapdım 4. S nədir? Girən kimi 7-ni silir, 7-ni silir. 7-ni silir. Əla. N faiz 10 olur 6. 6-nın üstünə S0 vurulsun, onu gəlir, S olur 6. Gələn dəfə fırlanıb gələcək 6-nı siləcək, 4-ü götürəcək. S-i vuracaq ona 60, üstünə 4-ü gələcək, olacaq 64. Fırlanıb gələcək 4-ü siləcək, 5-i götürəcək. 5-i götürəcək. Aha, indi diqqətli ol. 5-i götürəcək, hə? Bunu vuracaq ona, üstünə 5-i gələcək, olacaq 645. 645. Fırlanıb getəcək. Yenə fırlanıb gəlib 5-i siləcək burada. N oldu 0. 0-ın ona bölünməsindən alınan qalıq 0-dır. S-i prosto ona vuracaq. Aha. Sonra da S-in sonuna bir dənə 4 birləşdirəcək. Üstünə 4 gələcək. Olacaq 6, 4, 5, 4. 6, 4, 5, 4. C variantı 69-cu sualımızda. Çox gözəl ayala sualdır. Tam qəbul tiplidir. Keçdim 70-ci sualımıza. Proqramın nəticəsini müəyyən edin. Eləyəydi. A-nın 3-ə bölünməsindən alınan qalıq 1-dirmi?
Bəli, 3-ə bölünmə 3 27 1-dir. Bu doğrudur. İfə girdi. Deməli ki, LC-ni rahatlıqla qaralaya bilərəm. Yəni bu tərəfdə yazdığımızı silək, bu bizə maneçilik törətməsin. Aha, sildim LC-ni. Sonra B-yə mənimsədir A plus B, yəni B oldu 30. A böyükdür 10-dan, bəli. B-nin üstünə 2 də gəlir. İndi elifinə girməyəcək deməli. B oldu 32. A-nın 5-ə bölünməsindən alınan qalıq 2-dir. 5-ə bölünməsindən alınan qalıq 25, 3-dür. Xeyr, 2-dən böyüdür, bəli, 3-dür. 2-dən böyüdür. Girdi ifə. A-nın 6-ya bölünməsindən alınan qalıq 3-dən böyüdür. Deməli 28-in 6-ya bölünməsindən alınan qalıq. Hədə 24-dür, 4-dür, 3-dən böyüdür, bəli də burada da buna girir. B-ni 5 vahiddə artıracaq. Belə B-ni artıra gedirik. Olur neçə? 37, 37. Gözdən qaçan bir şey olmadı, yox, 37. İndi sonda A plus B. A dəyişməyib, düzdür, heç yerdə dəyişmədim ki, yox. Deməli 28-in üstünə 37 gəlir. 28-in üstünə 37 gəlir. Bu da eləməlidir 50 65. 65 var cavabda D variantı 70-ci sualımızda. Əla. Keçdik növbəti sual. Alqoritm fraqmentinin icraatı nəticəsində 8 qiyməti çıxışa verilmişdir. Bu oldu 8. X dəyişənin girişə verilmiş natural qiymətini müəyyən edir. Bu 8 olub. X vurulsun Y böl 8 bərabərdir 8-ə. X vurulsun Y bərabərdir 64-ə. Bu X Y-dən söhbət gedir. Bu X Y 64-sə Y-i gətirirəm burada yerinə qoyuram. X də ilkin X-dir də heç vaxt dəyişməyib. Y-i gətirib yerinə qoyanda Allah'ın belə bir şey yuxarısından yazacağam. X vurulsun X vur Y minus 16 bərabərdir 64. Bu Y buradakı Y-dir. Yəni burada yazdığım Y-dir. 8-i də yatırıb yerinə qoyuram. Nə almış olur? X vurulsun 8x minus 16 bərabərdir 64-ə. Bərabərdir 64. İndi mən daxilinə vurub açası olsam, belə baxanda əslində görsənir. Deməli 4 eləyəcək, böyük ehtimal həll eləyək. Deməli 8x kvadratı minus 16x minus 64 bərabərdir 0-a. Hər tərəf 8-ə bölsəm x kvadratı minus 2x minus 8 bərabərdir 0-a. Buradan da yenə köklərini tapmaq istəsəm diskriminantla və yaxud belə. Kökləri olacaq nə? 4 ilə mənfi 2. 4 ilə mənfi 2. 4 ilə mənfi 2 də düzdür, hasili bunu cəmdə əks sayılarla bıraq. Əla. Bizdən də x dəyişənin girişə verilmiş natural qiymətini soruşduğuna görə bizdə olacaq cavab nə? B variantı 71-ci sualımızda. Şu. Keçdik, neçə idi? 72. Deyir, S cəmini hesablayan proqramı Python dilində yazaq. Yazın yox, tapın müəyyən edin. Gəl baxaq görək, bir niyə səhvdir deyə gedək də. Burada nə səhvdir? Burada səhv ondan ibarətdir ki, fikir verin. F-in qiyməti 1-dir. İlk dəfə hələ 1 faktorialdır məxrəcdə. Amma növbəti addımda 2 faktorial olmalıdır. Amma F-i hələdir 1-ə vurur. I 1-də axı dövrün ilk addımında. Təzədən F-i vurur 1-ə, I-yə. Fırlanıb gələndə bir dəfə də 1 faktorial olur. Bu ona görə səhvdir. Atdım. Burada nə səhv var? F başlayıb 2-dən başlayan kimi. F 2-dən başlayıb, I-də 1-dən başlayıb. Başlayan kimi F-i vurur 1-ə problem yaranır. İlk dəfə 1 faktorial olmalıydı, amma 2 faktorial oldu. Problem yarandı. Keçdim bura. Burada nədir problemimiz? F-i düz vurur. Əla. P-ni ilk dəfə nədir? X kvadratıdır, amma burada P 1-dir. X-a vuracaq, ilk dəfə olacaq X. Ona görə attım. Burada problemimiz nədir? P hər dəfə necə dəyişir? X kvadratı dəfə artır. Özdə heç ona bayaqdan fikir vermirəm. X kvadratı dəfə. Bunlarda X dəfə artırıblar P-ni. Amma bizdə X kvadratı dəfə artmalıdır P. Əla. D variantında P X-dan başlayıb X kvadratına vuran kimi olacaq X kubu. Amma ilk dəfə olmalıydı X kvadratı. Yəni P-ni X-dən yox, 1-dən başlatmalıydı. Atdım. Y variantında P-ni X kvadratından başladıb. Faktorialı düz hesablayıb P-ni hər dəfə X kvadrat dəfə artırıb. Y variantı düppədüzdür. 72-ci sualımızda olacaq cavabımız Y variantı. Keçdim 73-cü sualımıza.
Proqramın nəticəsini müəyyən edin. Aha. E0-a mənimsədi A.capitalize. Bunu inir ilk simvolu böyüdür, qalanların kiçildir. Aha. A-da list eləyib A-nı. Yəni A-nın hər bir elementini çevirib bir dənə list elementinə. Və S-ə mənimsədib aralarına böyük A qoymaqla join eləyib. A, böyük A, R, böyük A, R, böyük A, A, böyük A, Y. A-nı fikir verin, E0 yox, A-nı ilkin versiyanı. Sonra A-ya mənimsədim nəyi? Yəni bu listə mənimsədim nəyi? E0-ın 0-cı indeksi, yəni böyük A, plus S. S nədir? A, A, R, A, R, A, Y. Əla. İndi səyə mənimsədim nə? A.count A 1, 2, 3, 4, 5, 5 plus. S.find R. S-ə R-in rast gəlinmə indeksi 0, 1, 2. İlk dəfə ikinci indeksə rast gəlinir. 5 plus 2, bu da eləyəcək neçə? 7. Cavabım 73-cü sualda olacaq A variantı. Geçdim 74-də. Proqramın nəticəsini müəyyən edin. Deməli, hər dəfə funksiyaya yollayır bir elementlər, yəni fornun üzərində gəzir və indekslərin üzərində gəzir, indeksləri olur deyək də i11. Hər dəfə elementləri yollayır funksiyaya. Qayıdan nəticə 1-dirsə, onda ls-də həmən element eləyir 1. Əla. Nə vaxt nəticə 1 qayıdır? 1-dirsə avtomatik 0 qayıdır, heç nə eləmir, onsuz 1-1-dir, ona işim yoxdur. Digərləri üçün 2-dən yarısına kimi böləni olsa 0 qayıdır, olmasa 1 qayıdır. Deməli, sadə ədədlər üçün geriyə 1 qaytaracaq. Əla. Sadə ədədlər üçün geriyə 1 qaytaracaq. Deməli, 17 sadə ədəd olduğuna görə 17 üçün geriyə 1 qaytaracaq. 17-nin yerinə 1 yazmış olacaq. 1 yazmış olacaq. Sonra 29 üçün yenə 29 da sadə ədəd olduğuna görə 29 üçün də geriyə nə qaytaracaq? 1 qaytaracaq. 1 üçün heç onsuz 1 0 qaytarır, ona işim yoxdur. 1 1-dir, heç nə dəyişməyəcək. 29 üçün 1 qaytaracaq. 37. 37 də yenə özü də sadə vurub, mürəkkəb ədəd qoymamışıq. Bir də 15-i nə yazıb? 37 üçün yenə sadə ədəd olduğuna görə geriyə 1 qaytaracaq və ls-in inci indeksindəki elementi 1 eləyəcək, 37-yi 1 eləyəcək. 15 üçün amma geriyə 0 qaytaracaq. Çünki 15 bu aralıqda 3-ə bölünəcək və return 0 olacaq. Qaldı bunlar. Bunlar cəmləyəndə də 1 plus 1 plus 1 plus 1 plus 15. Bu da eləyir 4, 19. Cavabım olur B variantı 74-cü sualımızda. 75. Əsası n olan say sistemində 4-5 ədədinin onluq say sistemindəki təsviri 3 rəqəmli olduğunu bilərək n-dən kiçik qiymətini müəyyən edin. Baxın. Deyir, burada diqqət eləməliyik nəyə? Onluq say sistemindəki təsviri 3 rəqəmlidirsə. Onluq say sisteminin təsviri 3 rəqəmlidirsə. Mən bu onluq say sistemə keçəndə n əsaslı say sistemindən necə keçirəm? Yazıram ki 0, 1 yazıram. 4 vurulsun n üstü 1 plus 5 vurulsun n üstü 0. Bu formada keçirəm. Bu da eləyir mənim üçün 5n plus 1. N-in ən kiçik qiymətini axtarıramsa, bacardıq qədər bunun onluq say sistemindəki təsviri kiçik ədəd olar. Onluq say sistemində təsviri 3 rəqəmli ən kiçik ədəd 1, 0, 0-dır, yəni 100-dür. Bu istəyərəm ki 100-ə bərabər olsun. Əgər mümkündürsə. İndi gəlirəm baxıram, 1 çıxıram 99, 5-ə bölünmür. 1 çıxandan sonra 5-ə bölünən ilk 3 rəqəmli ədədim olacaq neçə? 101. 101. 101-dən 1 çıxacam, olacaq 100, 5-ə böləcəm, n olacaq 20. N olacaq 20. İndi bir dənə diqqətli olaq. Biz diqqətli olmadıq. Niyə? Bu niyə mən belə yazdım ki? Bu 4n plus 5-dir. Əksinə yazmışım. 5n plus 1 hardan çıxdı? Necə yazdım ora 5n plus 1? 4n plus 5 vursa n üstü 0, 1. Bərabər 100 olmalı. Çox diqqətsizlik elədik.
Aha. Yenə 1 çıxandan sonra 100 4-ə bölünmür. İlk bölünən neçə olacaq? İlk bölünən neçə olacaq? 99 bölünməyəcək. O görə 101, 101 olanda 1 çıxacam eləyəcək 100. O da 4-ə böləcəm eləyəcək neçə? 25. N-in qiyməti olacaq 25. Ay dostum, mən niyə bura 1 yazıram? Bax. Diqqətim yayında suala baxmaq. Bura 4. Diqqətsiz eləyirik. Bax. 4. Eyvah, yenə səhv yazdım. 5. Bir dənə bunu bura düzgün tikəsirənmədim. 4m plus 5 bərabərdir 100. Əla. Ancaq bura baxıram deyə fikrim qalıb burada və avtomatik. İndi bax, 4m plus 5. 100-dən 5 çıxandan sonra 95. 95 bölünürmü 4-ə? Bölünmür. Ona görə eləyirəm 101. 101-dən 4 çıxandan sonra eləyəcək, daha da 4 çıxandan sonra yox. 101-dən 5 çıxandan sonra eləyəcək 96. 96 4-ə bölünəcəkmi? Hə, n eləyəcək 24. Aha. Yaxşı ki, diqqət elədim, yoxsa 25 cavabı da var idi, götürəcəkdik. Bu da belə. Deməli, doğru olmayan fikirləri müəyyən edin. Olmayan. Diqqətli olaq olmayan. End, home, page, up, page-dan kursanın idarə edilməsi klavişləridir. Bu doğrudur. RAM, ROM, floppy disk drive, daxili yaddaş qurğularıdır. Xeyr, bu FTD xarici yaddaş qurğusu. Bu doğru deyil. Skyner giriş qurğusudur. Bəli. Şırnaqlı printerlərdə toz şəkilli mürəkkəbdən istifadə edilir. Yox, şırnaqlı printerlərdə maye şəkilli mürəkkəbdən istifadə edilir. Bu da yanlış fikirdir. Deməli elə bir dəqiqə digərinə baxaq. Prosesorun sürəti yox. Bu nəyin sürəti idi? Bu dövrə böl dəqiqə hard diskin fırlanma sürəti idi, səhv eləmirəmsə. Bu da yanlış fikir. Prosesorun sürəti herz ilə ölçülür. Yəni dövrə böl dəqiqə yəqin ki, belə baxanda da bilinir ki, yəqin ki, bu ləngişləyən bir şeyin sürətini ölçmək üçün istifadə olunan bir şey olar da. Demək 2 4 5 cavabım oldu 76-cı sualda A variantı. 77-ci sualımıza baxaq. 64 KB informasiya həcminə sahib elektron nəşrin sonuncu səhifəsindən başqa digər səhifələrin hər birində Unicode ilə kodlaşdırılmış simvollar, sonuncu səhifəsində isə qrafik təsvir var. Bu nəşirdəki simvollar ASCII standartında kodlaşdırılan zaman nəşrin ümumi həcmi fikir verin. Unicode-dan ASCII-yə keçən zaman 24 KB azalıb. 2x idi, x olanda 24 KB azalmış olursa, əvvəl deməli 48 KB idi də bunun ümumi həcmi. Unicode-da olan versiyada. 48 KB olanda. Aha. Əvvəl 48 KB idi. Diqqətli ol. Bu nəşrin sonuncu səhifəsi son qrafik. Aha. Bu nəşirdəki simvolların ASCII standartında seçilən ümumi nəşrin informasiya həcmi 24 KB azalır. 24 KB azalır. Aha. Bu azalma indi fikir verin, bir dənə diqqətli ol. Unicode-da olan bir mətn var. Bir də qrafik təsvir var. Qrafik təsvir. Bunların ikisinin ümumi bircə informasiya həcmi 64 KB-dır. ASCII-dən Unicode-a keçirəndə bu 2x idi. Olur x qrafik təsvir yerində qalır. Olur 24 KB azalmış olur. 64 də 24 azalanda olur 40 KB. İndi baxın, bu x-a düşüb. Əvvəl 2x idi, oldusa x. 24 KB azalma buna görə azalmaqda. Deməli əvvəl 48 idi, 48 idi. 24 KB azaldı, oldu 24. Çünki niyə Unicode-da bir simvol sayı eynidir. Unicode-da bir simvolun həcmi 2 baytdır, ASCII-də 1 baytdır. Yəni burada həcm 2x-sə burada x olmalıdır. Əla. Deməli əvvəl Unicode-da olan həcm 48 KB imiş. Ümumi həcm 64-dürsə, 64-dən 48-ə çıxsam taparam ki, 16 KB-da bu qrafik təsvirin həcmi varmış. Baxın, demək olar ki, şifahidir bu sualın həlli. Demək olar ki, şifahidir. İmtahanda da belə yanaşmaq lazımdır ki, vaxt söhbətində qabağa düşər. Keçdim növbəti suala. Sərt diskdə yerləşmiş fayllar və onların həcmi göstərilmişdir. Aha. Hə, baxaq. Bizdən nəyi soruşur? Bizə deyir ki, nə üçün da?
Baxın, bir klasserin həcmi əgər 4 kibaytdırsa, hansı faylın diskdə tutduğu yerlə öz həcmi eyni olacaq? 4 kibayta tam bölünənlər. Niyə? Niyə? Tutaq ki, mənim bir dənə faylım var və onun həcmi 3 kibaytdır. Amma o 4 kibaytı klasserdə saxlayanda kompüterin yaddaşına 4 kibayt yer ayırır. Çünki 3 4-ə bölünən bir şey deyil də. Məsələn 6 kibayt olsaydı həcmi, 2 dənə klasser istifadə eləyəcəkdim. 2 dənə klasser 8 kibayt olacaqdı. Amma faylın öz həcmi 6 kibayt olmuş olacaq. Yox, faylın həcmi 4, 8, 12 olsaydı, hə, onda tutaq ki 12 kilobaytlıq fayl üçün 3 dənə klasser, yəni 12 kilobayt yer gedir. Deməli 4-ə bölünənlər hansılardır? Bunları tapmalıyıq. Bundan əlavə bizə video faylları deyir. İlk müəyyən eləməliyik ki, video faylları hansılardır. Biz də bilirik ki, video fayl uzantıları AVI-dir, MPG-dir, FLV-dir. AVI-dir, MPG-dir, FLV-dir. Üçü də var burada. Digərlərini çıxdım. Bunlardan da indi 4-ə bölünənlər hansılardır? Yəni 4-ə tam bölünənlər hansılardır? 542 4-ə bölünmür. Rahatlıqla görə bilirik ki, bir dəfə 2-yə bölündən sonra bir də bölünməyəcək də. Bunu atdım. Bunu atdım. İndi baxın, bir məntiqi işləsək burada bütün variantlarda 2 dənəsə, deyən anar MPG ilə array FLV olacaq. Anar MPG array FLV cavab olacaq D variantı 78-ci sualımızda. 79. Verilənlər bazası fraqmenti cədvəl şəklində verilmişdir. ID böyükdür 432 or universitet bərabərdir budur. Aha. Al. Gəlin baxaq. Gəlin hətta burada pluslayaraq yazacağam üstünə. Birinci bu mötərəzənin içinə ilk mötərəzəmin içinə uyğun gələnlər. Bunun AD-si 432-dən böyükdür, hə. Heç ordursa digər hissəsinə baxmıram da. Buraya deyirsə o çoxluğa daxil. 432-dən böyük deyil və universiteti budur deyil. Atdım. 432-dən böyükdür, hə. 432-dən böyükdür, yox, universiteti budurdur, hə. Böyükdür, hə, böyükdür, hə, böyükdür, hə, böyükdür, hə, böyükdür, hə. Qaldı bir dənə yerdə 431-dən 430. İndi bu plus qoyduqlarımı kəsişdirir digər hissi ilə. Nə ilə? Plus qoyduqlarımdan adında A simvolu olmayanları çıxacam. Çünki kəsməyə baxıram. A simvolu olmayanlar, Fəriddə A yoxdur, çıxdım. Yusifdə A yoxdur, çıxdım. Musada var, Turanda var, İlqarda var, Ziyada var, Muradda var, Fatimədə var. Birinci ilə kəsişdirdim. Bundan kəsişdirdim çoxluğumu. Like A. And kəsişdirirəm yenə nə ilə? Məntiqi 47-dən kiçik bərabərlərlə. Məntiqi 47-dən kiçik bərabərdir, hə. Məntiqi 47-dən kiçik bərabərdir, yox. Məntiqi 47-dən kiçik bərabərdir, kiçik bərabərdir, kiçik bərabərdir, kiçik bərabərdir. Qaldı. Bunu da tapdım. Qaldı bu hissədə tapdım. Qaldı bir dənə bu kəsdim. Ümumi orta müvəffəqiyyət göstəricisi 80-dən böyük. 80-dən böyükdür, yox. 80-dən böyükdür, yox. 80-dən böyükdür, hə. 80-dən böyükdür, yox. 2-dən uyğun gəldi. Zina, Fatimə. 2 dənə uyğun gəldi. Cavabım olacaq 79-cu sualda A variantı. Keçdim 80-ci sualıma. Yasmin mətn redaktoruna daxil oldu və bu boş mətn sahəsində Unicode ilə kodlaşdırılmış an array is a data structure ifadəsini yazdı və aşağıdakı əməliyyatları yazılan ardıcıllıqla yerinə yetirdi. Kursor ilk simvolun dərhal soluna yerləşdir. Kursor ilk simvolun dərhal soluna. Bura. Delete düyməsi 14 dəfə. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. Qaldı data struktur, data boşluq struktur. İnformasiya həcmi 8 bayt olan söz seçildi. 8 bayt olması üçün Unicode-da bir simvolun informasiya həcmi 2 baytdır, düzü. Çünki 16 bitdi, 65536-dan fərqli simvol var orada. 2 baytdır. Burada data sözü olacaq, 8 bayt olacaq. 4 dənə simvol, 2 bayt, 8 bayt. Datanı seçir, bold eləyir. Olacaq bold data struktur. Cavabım olacaq 80-ci sualda C variantı. Keçdim 81-ci suala. Elsəvər müəllim bu ifadəni şifrələmək üçün göstərilən alqoritmi tətbiq edir. Hərf simvollarını X mövqeyə sağa sürüşdürür, rəqəm simvollarını Y mövqeyə sola sürüşdürür. Əla. İndi baxın, hərf simvollarını X mövqeyə sağa sürüşdürüb, A-dan alıb C. A-nı neçə addım sürüşdürmək? 1, 2 addım sürüşdürmək lazımdır. X onda 2-dir. Y rəqəm simvolları da Y mövqeyə sola sürüşdürüb. 6-nı sürüşdürüb sola alıb 2. 1, 2, 3, 4 addım sürüşdürmək lazımdır. Demək Y-də 4-dür. Bunların cəmi də
olacaq 6. 81-ci sualda cavabım oldu D variantı. Elektron nəşrin hər səhifəsində Unicode ilə kodlaşdırılmış en sayda simvol, Unicode en sayda simvol 2 baytla kodlaşdırılıb və 42 bayt var. Olan qrafik informasiya malikdir. İnformasiya həcmi 172 bayt olan elektron nəşrin 128 səhifə. Bax, bu bir dənə səhifədir. Bu vururam 2/7-yə, yəni 128-ə. Bərabər olur 172. 2 baytdır. Burada baytlarla deyə bu da bayta çevirirəm. 2/10-a vururam, yazıram bayt. 2/7 ilə 2/17 burada qaldı 2/3. Əla. Qaldı nə? N vurulsun 2 plus 42 bərabərdir 172 vurulsun 8-ə. Baytları da apardım da elə bil. N-i tapacam da buradan. Deməli, neyniyək biraz rahat hesablayaq. Bilməm. Gəl belə eləyək. Hər tərəfi bölürəm indidən 2-yə. N plus 21 bərabərdir 172 vurulsun 4-ə. 172-ni vuraq 4-ə. 172-ni vuranda 4-ə eləyəcək deməli 688 düzdür. İndəliyəm heç bir xəta eləmirəm. 688. 688-dən də 21 çıxanda olacaq 667. Əla, bu cavab çıxdısa deməli 100% ki doğru cavab budur. Anar müəllimin sevimli rəqəm. Keçdik 83-cü suala. Ekrana 153 ədədinin çap olunması üçün, bu 153 olması üçün n dəyişənin girişə verilə biləcək ən böyük və ən kiçik qiymətini müəyyən et. Qiymətlərin cəmini müəyyən et. İndi baxın. 153. 121-dir, düzdür. 153-dən çıxıram 121-i. Bu eləyir 32. Deməli ki, bu 4 dəfə işləyib dövr. 4 dəfə işləyib. Aha. Baxın. Diqqətli olmalıyıq. Niyə? N-dən 4 dəfə 10 çıxandan sonra kiçik bərabər olub 153-dən, yəni S-in son qiymətindən. Niyə kiçik bərabər olub? Dövr dayanıb da 4 dəfə işləyəndən sonra. Buradan N kiçik bərabərdir 153 plus 40. Yəni N kiçik bərabərdir 193-dən. Bu bir. İndi buradan ən böyük qiyməti görürük. Ən kiçiyi necə tapaq? Dövrü bir vaxt az işlədirəm. N 3 dəfə N-dən 3 dəfə 10 çıxandan sonra hələ də böyük olmalıdır S-dən. S-in o zamanki qiyməti neçədir? S-in də üstünə 3 dəfə 8 gəlib də, onda S də 145-dir də cari indiki vəziyyətdə. Buradan da N-i tapanda N böyükdür. 145-in üstünə də neçə gəlirəm? 30 gəlirəm. Bu da eləyir 175. Deməli, bərabərlik tapdım ki, N 176 193 parçasındakı ədədlər ola bilər. Ən böyük və ən kiçiyin cəmini soruşur deyə indi 176 plus 193 o da bizdə nə eləyəcək? 369. Oxşamadı 3 yazacaq. Mən yazıram. 369. 83-cü sualda cavab oldu 369. Axtarış serverində verilmiş sorğular və onlara uyğun nəticələr qeyd olunmuşdur. A or B sorğusunun nəticəsində tapılan səhifələr. Deməli, A çoxluğu var, B çoxluğu var. Bu A-dır, bu B-dir. Kəsişməsini verib 150. A-nı verib, daha doğrusu B-ni verib 350. B-ni 350 veribsə, onda deməli bura 200-dür. A-nı neçə verib? 420. 420-dən də 150 çıxanda neçə edir? 270, düzdür? İndi A or B nədir? Bunların birləşməsi. Yəni, indi A-nı bütöv ya. 270 plus 150, yəni 420. Plus bir dənə də 200 eləyəcək neçə? 620 cavabım olacaq. Elə 620 çox sadə, rahat sual. Keçdim 85-ci sualımıza. Alqoritm fraqmentinin icrasından sonra çıxışa veriləcək qiyməti müəyyən eləyin. N 18-dir. A 37-dir. A böyükdə N olduğu müddətcə davam edir. N-i 4 vahid artırdı, oldu 22. 37-ni 3 vahid azaltdı, 34.
4 vahid artırdı oldu 26, 3 vahid azaltdı 31, 4 vahid artırdı oldu 30, 3 vahid azaltdı oldu 28. Dövr dayandı. Burada keçdi yoxa. Yoxa keçən kimi nə edir? N-i 4 vahid artırır, olur 34. A-nı 3 vahid yenə azaldır, olur bu səfər 25. İndi n A-dan böyük olduğu müddətcə işləyəcək. N 2 vahid azaldacaq, olacaq 32. A-nı 2 vahid artıracaq, olacaq 27. Yenə bu olacaq 30, bu 29, bu olacaq 28. Bunu yenə 2 vahid artıracaq, olacaq 31. Dövr dayandı. Yenə sona gedən kimi n ilə 28 ilə 31-i cəmlədi. Elədi 59. Bizim bu blok sxem 85-ci sualımızda cavab 59 oldu. Çox gözəl sual. Keçdim. 26 verilənlər bazasında şirkətlər cədvəli ilə sifarişlər cədvəli sifariş ID. Burada sadəcə bir dənə şirkət ID olmalı idi. Şirkət ID. Məhsullar cədvəli ilə sifarişlər cədvəli məhsul adresi sütunu ilə əlaqələndirilmişdir. EA şirkətinin ümumi neçə manatlıq avokado aldığını müəyyən edin. EA şirkəti. Avokado hansıdır? 24. 24, 24, 24. EA şirkətinin aidesi neçədir? 34, 33, 34, 33, 34, 33, 34, 33. Avokado alıblar burada. Bir də burada alıblar. Ümumi 22 kiloqramlıq burada, 43 kiloqramlıq burada. Ümumi 65 kiloqramlıq avokado alıblar və bir avokado 1 kiloqramın qiyməti də 15 manatdır. 65-i vururam 15-ə, bu da eləyir 975 manat. Azayın. Cavabım olur 975. 87. Askıda kodlaşan ifadələrlə bağlı uyğunluğu müəyyən edin. Eləyək. Əla. Set 1-3 byte, 3 byte var. D variantı bir dəqiqə. 3 vurulsun 24 bit yoxdur, yox. 1-ə getdi D. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 byte. 2-yə getdi A və yaxud deyə bilərəm 81 təmsilində C də getdi. 1, 2, 3, 4, 5. 5 byte və yaxud 5 vur 8, 40 bit. 3-ə getdi Y. Deməli 1-ə D, 2-yə A, C, 3-ə Y. Baxaq blok sxem sualımıza. Girişə verilən n natural və x həqiqət üçün, deməli n natural və x həqiqət üçün nx. Bunu hesablayaq. S-ə dedim 0. P-yə dedim x kvadratı, P-yə dedim x kvadratı. F-ə də dedim 1, yerim çatmadı. Burada bir dənə də düz buzağı çəkdim. I-yə də dedim 1. Deyirəm ki, i kiçik bərabərdir n olduğu müddətcə davam elə. Hər dəfə girən kimi uyğun, i-nin qiymətinə uyğun faktorialı hesabla f-ə vur i-ni. Faktorial əlimdə var, surət var. X kvadratından başlamışam p-ni. Gəlirəm tez. S əlavə eləyirəm nəyi? S mənimsədirəm s plus. Nədir indi? Yuxarıda p vurulsun f, aşağıda da hər dəfə i plus 2 olaraq qeyd eləyə bilərəm. Və yaxud bu üçün də əlavə bir dəyişən götürə bilərəm. i 1 olanda olacaq 3, 2 olanda olacaq 4. Gələn dəfə p nə olmalıdır? X kubu olmalıdır. Düzdür? X kvadratından başlayıbsa hər dəfə x-a vura getməliyəm. P-yə mənimsədirəm p vurulsun x-ı. i-nin də qiymətini bir vahid artırıram. i-yə mənimsədirəm i plus 1-i. Gətirib birləşdirirəm bura. Yoxunda da nə edirəm? Heç bir dənə s-i çıxışa verirəm. Bu da oldu bizim 88-ci sualımızın həlli. Keçək 89-cu sualımıza. Deyir, Əri İnformatika Test Bankının yenilənmiş nəşrinin qiyməti M manatdır. Elsəvər müəllimin şagirdinin M manat pulu var. Klaviaturadan N və M natural ədədlər aralarında bir vergül simvolu olmaqla bir sətirdə daxil edilir. Elsəvər müəllimi şagirdinin neçə ədəd test bank ala biləcəyini müəyyən edin. Heç nə. M-in N-ə bölünməsinə alınan tam hissədir. Amma bunu eləməzdən əvvəl, bunu inputla qəbul edəndən sonra, S-i split eləməliyik. Aralarında bir daha doğrusu dırnaq simvoluna görə, bu dırnağa görə split elədim. Ədədlər list formasında məndə var. M də var. Birinci M-də N-dir. N və M. N də var, M də var. Sadəcə yaddan çıxartmayaq ki, biri 0-cı indeksi, biri 1-ci indeksi. Bu heç. Bunlar string tipindədir. Bölmə əməliyyatına salmamışdan əvvəl bunları çevirməliyəm mən integer tipə. Ədəd tipinə ki, bölə bilim də.
Deməli, indi 45 birinci daxil olunan test bankın qiymətidir. Əla. M-in N-ə bölünməsindən alınan tam hissə qədər. Yəni M bunun puludur. Elsəvər müəllimi şagirdinin M manat pulu var. M manata da test bankdır. M 45 manata neçə 25 manat test bank almaq olar? Bir dənə 45-in 25-ə bölünməsindən alınan tam hissə. Bu formada yaza bilərik. Keçək növbəti suala, 90-cı suala. Klaviatura aralarında bir boşluq simvolu olmaqla sözlərdən ibarət sətir daxil edilmişdir. Bu sətirdə A simvolu ilə başlayıb uzunluğu cüt olan sözlərin sayını tapıb çıxışa verən proqram Python dilində yazın. Gəlin baxaq, sətri aldım və burada da o saat split eləyirəm. Söz ayırdım. Sayacam. Say bərabər 0. Nəyi sayıram? A simvolu ilə başlayıb uzunluğu cüt olan sözlərin sayını. For I in S. I bir mənim sözlərimdir. If i-nin 0-cı indeksindəki element, yəni ilk elementi A simvoludursa. A simvoludur. Baxın, bəzi uşaqlarda bunu gördüm. Bunun lower upper eləməyə ehtiyac yoxdur. Çünki böyük ana kiçiyə fərqli şeylərdir. Heç eləmirəm, necədir elə. Eyni zamanda len i. Len i. Nədirsə uzunluğu nə idi? Cütdürsə. 2-yə bölünməsindən alınan qalıq 0-dırsa. Onda sayı bir vahid artıra bilərəm. Neynədir? Təzədən baxaq. A simvolu ilə başlayıb uzunluğu cüt olan sözlər. A simvolu ilə başlasın və eyni zamanda lenisi sözün uzunluğu olsun cüt. Onda sayı artırıram. Axırda bitəndən sonra print say. Bu da oldu bu 30-cu sualımızın həlli və belə yekunlaşdırmış olduq. Bu sınağı çox əla, möhtəşəm sınağı idi. Hamınıza bu tip sınaqlarda iştirak eləməyə dəvət edirəm. Mən Elsəvər Əmirli, Ərrey Tədris Mərkəzinin informatika müəllimi. Sağ olun, salamat qalın.